bizim evə bir gənc qonaq gəlib, ailəsi ilə, uzaq qohumumuzdur, mənim dərslərimi izləyir, qonaq gəlib, sadə bir gəncdir. 2013-cü ildən bir şirkətdə işləyir, az bir maaşla, o ilə ailə qurub, mən baxıram bu insana, ali təhsil də yoxdur. Orta məktəbi bitirib, borcumuz çox idi, ali təhsil ala bilmədim, getdim o şirkətdə, amma müntəzəm işləyir, rəsmi maaş alır. Bu insan deyir, mən 2014-cü ildə müntəzəm olaraq Hacı Şahinin xütbələrinə gelib, qulaq asmışam dinlə. İnsanı mən analiz edirəm bu gənci, təpədən dırnağa qədər ədəbdir, əxlaqdır, səmimiyyətdir. Mən görürəm ki, bu insan o xütbələrdən həyatı üçün nə qədər dəyər götürüb. Həyat yoldaşı ilə münasibətlərinə baxıram, davranışlarına baxıram, ləzzət alıram. Bilirsiniz, deməli, İslamın bu praktik əhəmiyyəti vacibdir də bizim üçün, dərmandır. Sonra yoldaşından soruşuram, deyirəm ki, valid evdə də belədir, səndən mehribandır, yoxsa burada bizə görə belədir, yox, evdə də belədir. Neçə illərdə ailə qurmuşuq, bu cür səmimidir, mehribandır. Mən sevinirəm. Deməli, bir ilahiyyatçı, bir din xadimi, dini mətinlərə istinad edərək, mənim ölkəmdə bir gənc deyil bu, 10 minlərlədir. Bu cür formalaşdırıb. Bir şirkətdə işləyir, ədəbli, əxlaqlı, gözəl ailəsi, övladı. Bu xoşbəxtdir də bu insan.